Deməli, sabah vaxtıdır. Gəlmişəm qaraja. Hər vaxtınız xeyir olsun. Belə bir Hyundai Accent etibar ediblər mənə. Deyilənə görə soyuq halda mühərrikindən səs gəlir. Mən də istəyirəm onu buz kimi deməliyik. Yəni sözümə inanın. Bak kalibtrel vuracağım. Görürsünüz. Gəlin işə salaq yoxlayaq. Görək, nə səs gəlir. Bunu short kimi çəkmək istirdim ki, səsi göstərim. Bismillah. Deyil, burada da görürsən, araba mühərrik soyuqdur. Gələk baxaq. Səs filan heç nə gəlmir. Hər şey qaydasındadır. Sadəcə elə bir ki, dövrlər bir balaca aşağıdır. O da yox, elə o da yaxşıdır. Yavaş-yavaş salar aşağı. Səs falan heç nə gəlmir. İşləyir, hər şey qaydasındadır. Hərdən belə olur. Avtomobil sahibi də o səsi başa düşmür. Bilmirəm, nədir o, bilmirəm. Məndə bu gəlmir də. Mən də həmin avtomobili götürürəm öz seximə, saxlayıram, bax. Səhərə kimi avtomobili saxlamışam burada. Gəldim, işə saldım. Yoxdur da səs. Səs yoxdur, mən neyniyə bilərəm? Mən artıq burada heç nə təmir eləyəsi deyiləm. Yəni, gəlmir də səs, heç bir səs gəlmir. Qaytarı verəcəm yiyəsinə. Sadəcə olaraq mənə bu avtomobili mənim qarajımda saxlamaq qaldı. Vəssalam.